2026-cı ilin interior trendləri. İlk böyük trend tekstural divar kağızıdır. Hamar divarlar tədricən arxa plana keçir. Dərinlik və rahatlıq yaradan teksturalar indi dəbdədir. Bunlara kətan, gips, parça, təbii materiallar effekti olan divar kağızları daxildir. Bu divar kağızları interyeri daha bahalı və canlı göstərir. Növbəti trend təbii palitradır. Soyuq boz tonlar əvəzinə isti, sakit rənglər nəhayət interyerlərə yol tapır. Zeytun, qum, terakota, gil tonları və isti bej. Bunlar interyerinizdə rahatlıq, əminamanlıq və harmoniya atmosferi yaradan rənglərdir. Divar kağızları, freskalar və panoramik rəsmlər interyerlərdə əsl hitə çevrilir. Onlar artıq yalnız otaq üçün deyil, həm də tam hüquqlu dizayn elementidir. Təbii mənzərələr, memarlıq və təbii motivlər xüsusi populyardır. Digər diqqətə layiq trend isə Art Deco'nun qayıdışıdır. Həndəsi naxışlar, dərin çalarlar, qızılı detallar və dəbdəbəli effekt yenidən populyarlıq qazanır. Bu tip divar kağızları xüsusilə qonaq otaqlarında, yataq otaqlarında və kommersiya məkanlarında gözəl görünür. Bəs siz hansı trendi ən çox bəyəndiniz?